Paytaxtın Sabunçu rayonunda Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən və avtomobillərin maneəsiz hərəkəti üçün inşa olunmuş yeraltı yolda çökmə qeydə alınıb. Ümumiyyətlə, son günlər bir neçə ərazidə baş verən bu cür hallar sürücülər üçün təhlükəli bir vəziyyət yaradıb. Çökməyə səbəb nədir? Bu barədə bir sujetimiz var, izləyək. Son günlər intensiv yağışlardan sonra paytaxtda bir neçə yolun asfalt örtüyündə, o cümlədən Sabunçu rayonunda tuneldə çökmələr müşahidə olunur. Kadrlardan da göründüyü kimi asfalt qatında yaranan çatlar artıq çuxurlarla əvəzlənib. Yoldakı çökmə xəbərdarlıq edici nişanların olmamasından birgə sürücülər üçün daha da təhlükəli vəziyyət yaradır. Hər gün bu yolu gedib gəlirik. Özdə elə bir yerdir ki, bu gəlib keçəndə görünmür. Yəni sürətlə gələn maşınlar, mən 2 gün bundan qabaq gördüm. Bir maşın düşdü, yəni hətta az qaldı idarə etməni itirə. Hal-hazırda yol bərbad günündədir. Yəni sürmək olmur, həm risklidir, qəza şəraiti yaradır. Gecə elə burada görəcəyiz, lap pis vəziyyətdir burada. Məsələ ilə bağlı aidiyyatı quruma müraciət etdik. Sabunçu rayon ərazisindəki tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub. Aidiyyatı qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq. Lalə Allahverdiyeva, Bağır Kərimov, Nərmin Malik qızı, ATV xəbər.